dənə nümunəsini deyim, bir dənə. Həzrət Əli əleyhissalamın qonşusu Yəhya adında bir kişi var idi. Bu Yəhyanın atası nəql eləyir. Yəni bunlar atabala həzrətlə qonşu idilər. O kişinin də adı tarixə düşməyib, belə Əbu Yəhya kimi çağırıblar. Bu Yəhyanın atası, bu kişi Əbu Yəhya deyir, mən Həzrət Əli ibn Əbi Taliblə 7 il qonşu oldum. 7 il qapı qonşu olub Həzrət Əli ilə. Deyir, bu 7 ildə Əli qızı Zeynəbi görmədim heç. Bir dəfə də olsun səsim də eşitmədim. İffət və həyanı Həzrət Zəhradan öyrəndi xanım Zeynəb. Bir gərək bundan öyrənək də. 4-cü məsum ki dərs aldı Həzrət Zeynəb İmam Həsən Müctəba əleyhissalam idi. Böyük qardaşı. Deyirlər, İmam Həsən ağadan səbri öyrəndi. Səbri öyrəndi. Elə bir səbrə gəldi, çatdı. Bir dənə kitab var, Sirə-i Zeynəbiyyə. Xanım Zeynəbin həyat yolu. Kitabın adı budur. Orada onu yazan alim yazır ki, Aşura hadisəsi ki baş verdi. Bunlar təbii ki, mükaşifə ilə olan məsələlərdir də. Deyir, səbr Allaha müraciət elədi. Dedi ki, Allah, bu xanım kimdir? Mən səbri təəccübə gətirdi. Deyirlər, İmam Həsən ağadan səbri öyrəndi. Bir dənə ziyarətnamə var, Nahiyə-i Müqəddəsə. İmam Zaman ağanın ziyarətnaməsidir. İmam Zaman ağa oxuyur. İmam Zaman ağa o ziyarətnamədə İmam Hüseynə salam verir. Deyir, salam olsun sənə, ey səbirli kişi. Mərhum Ayətullah Mərəşi Nəcəfi, ki adını çox eşitmişsiniz, deyir, eyni salamı İmam Zaman bibisi Zeynəbə də o cür verir. Deyir, salam olsun sənə, ey səbirli bibi. İmam Həsəndən xanım Zeynəb səbri öyrəndi. İmam Hüseyn əleyhissalamdan deyirlər, xanım izzəti öyrəndi. Şərəfli olmağı öyrəndi. İmam Hüseyndən də şərəf dərsini aldı. İzzət dərsini aldı. İzzətlə yaşamağı seçdi. İzzətlə ölməyi seçdi. Yəni bir nəfər izzətli olmaq istəyirsə, yaşasa da, ölsə də o xətdən çıxmamalıdır. İmam Hüseyn əleyhissalamdan izzəti öyrəndi, şərəfi öyrəndi və bunu öyrəndi İmam Hüseyn əleyhissalamdan ki, heç bir dəyərin qabağında ilahi dəyərləri dəyişmək olmaz. Heç bir qiymətin qabağında Allahın qanunlarını pozmaq olmaz. Heç bir dünya rifahının qabağında İmam Hüseyni satmaq olmaz. Heç bir dünya neymətinin, dünya zərzibasının qabağında haqdan dönmək olmaz. Və bunu inanda yaşadı. Bunu inanda öldü. İzzəti ilə, şərəfi ilə və bizə bunu göstərdi. Nə olur olsun, bir gün əsir də düşsüz. Yəni, həyatı deyir bu cümlələri bizə. Xanım Zeynəb deyir, bir gün əsir də düşsüz. İzzətimizi əldən verməyin. Sizi döysələr də, İzzətimizi əldən verməyin. Sizi əzsələr də, İzzətimizi əldən verməyin. Sizi doğrasalar da, İzzətimizi əldən verməyin. Başımızı da kəssələr, İzzətimizi əldən verməyin. Üstümüzdə at da tapsalar, İzzətimizi əldən verməyin. Heç nəyə dəyişməyin onu. Qoy öldürsünlər. Yezdə necə dedi xanım? Kid kəydək. Nə qədər hilən var elə, məğlub yenə də sənsən. Qoy döysünlər, qoy öldürsünlər, qoy tutsunlar, qoy assınlar. Narahat olma. Onu eləyənlər məğlubdur. Tutulanlar, əzilənlər, döyülənlər məğlub deyil. Allah! Allahumma salli ala Muhammed. Allah bizi onlardan tərbiyə almağa müvəffəq eləsin.
ailələrimizə o tərbiyəni verməyə müvəffəq eləsin. Yoxsa serialdan, televizordan, oradan, buradan tərbiyə olmaz ki. Gərək bunlardan öyrənək və bunları evə salaq. Bunları tətbiq eləyək. Əgər tətbiq eləsək həmişə bizi inandırır. Özümüz də xoşbəxt olacağıq, ailələr də xoşbəxt olacaq, övladlar da xoşbəxt olacaq, cəmiyyət də xoşbəxt olacaq, cəmiyyət də islah olacaq. Əgər eləməsək olmayacaq. Özümüzü aldatmayaq. Bunlar həmişə möcüzə eləməyə qadirdirlər. Yetər ki, əlimizi bunların ətəyindən buraxmayaq. Əgər bunların ətəyindən yaxşı tutsaq, vallah billah dünyamız da xoşbəxtdir, axirətimiz də və istədiyimiz anda da bizim köməyimizə çatacaqlar. Həzrət Əli əleyhissalam buyurur ki, siz Allahı nə bilmişdiniz? Yaxşı istəyin, Allah siz üçün elə yerdən qapı açar ki, orada heç vaxt qapı olmayıb. Həzrət Əli nədir ya? Deyir, Allah sizi üçün elə yerdən qapı açar ki, orada heç vaxt qapı olmayıb. Çətinliyə düşəndə bax, həmişə bu yadınızda olsun, dünyadan köçənə qədər. Bunu bilin ki, Həzrət Əli sizi görür. İmam Həsən sizi görür. Ayəyə əsasəndir də bu. Mənim sözüm də öyle. Allah deyir ki, Allahın özü, Peyğəmbəri və möminlər ki, Peyğəmbər də o möminlər məndən sonraki 12 dənə imamdır, sizin bütün elədiklərinizi görürlər. Hər harda, hər hansı halda olursan o, bil ki, İmam Hüseyin sənə baxır. Və istədiyi an, istədiyi möcüzəni də eləyə bilər sənin üçün, narahat olma. Necə ki, Yezidin sarayında deyirlər o möcüzəni elədi. İmam Hüseyin Əsəlamın bir üstə tarixdə var ki, başı bir çox möcüzələri elədi. Ən məşhur eşitdiyimiz möcüzə nədir? Quran oxudu. Hətta onun da barəsində alimlər deyir ki, onu da hamısı eşitmədi ki. Onu da hamısı eşitmədi ki. Əfə hasibtum ennəmə xələqnakum əbəsa. Onu da hamısı eşitmədi ki. Və məşhurdur da İmam Hüseyin Əsəlamın başı yolda gələndə nizədə Quran oxuyurdu. Bilirsiniz də, Quran oxuma səbəblərindən biri nə idi? O ailəsinə təsəlli verirdi. Ailəsinə təsəlli. O uşaqlar elə bir görəndə ki, çox sıxılırlar, İmam Hüseyin ağa baxıraq olar oradan. Başlayırdı Quran oxumağa ki, bunların təskinlik, bir aramış, sakitlik, rahatçılıq bəxş eləsin. O möcüzələrdən ki, imamın başı elədi, bu məşhur Quran oxumaq möcüzəsindən başqa, biri də bu idi. Götürdülər İmam Hüseyin ağanın ki, başını qoydular Yezidin sarayında, teşdə ortalığa. O məlun imamın başına çox böyük hörmətsizlik eləyirdi. Deyirlər, ayağı ilə vururdu. Əhl-i Beytdən bəlkə şivən qopdu. Uşaqlar başladılar ağlamağa, hamısı qaçdı xanım Zeynəbin qucağına, bibi, niyə bu cür eləyirlər bizim atamızın başı ilə? Deyir, bu anda imamın gözləri açıldı, başladı bir-bir o körpələrə baxmağa. Hansı körpəyə gözü sataşırsa, o uşaqlar sakitləşirdi. Deyir, əgər imam onları sakitləşdirməsəydi, ürəkləri partlayardı. Deyir, ta hamısının üzünə baxa-baxa, xanım Zeynəb deyir, gördüm o nurlu gözlər çöndü mənə tərəf. Mənə işarə elədi ki, bacı, buraxma uşaqlarımın əli. Əla ləğnətullah ələl qavmiz zalimin.